Salam uşaqlar, bu günləri sizinlə əvəzliklə bağlı olan testlərə baxacağıq, testləri işləyəcəyik. Deməli, birinci sualdan başlayaq. Deməli, uşaqlar, birinci sualda biz it əvəzliklərini görürük. İt əvəzliyini biz harda görmüşük? Adlı kal əvəzliyində, obyekt halda və yerlik halda. Əgər adlı kal əvəzliyidirsə, özündən sonra mütləq xəbər gəlməlidir. Obyektdirsə cümlənin ortasında və yaxud sonunda gəlir və özündən əvvəl feil və yaxud sözünü gəlməlidir. Yerlik haldırsa özündən sonra isim gəlməlidir. Və adlı kal olanda cümlənin əvvəlində işlənir. Y variantını çıxaram. Çünki it özündən sonra yerlik əvəzliyi özündən sonra isim, artikel qəbul eləmir. İstir yerlik əvəzliyi olsun, istir ismin yerlik halı olsun. Yəni apostrof s-lər. Özündən sonra artikel qəbul eləmir. Ona görə yeni çıxırıq. It D variantını ona görə çıxaram ki, it özündən sonra deməli xəbər qəbul edir əgər adlıqdırsa. Yox, obyektdirsə cümlənin əvvəlində işlənə bilmir, orta və yaxud sonunda işlənməlidir. Qalırıq A, B və C arasında. Uşaqlar, A-nı çıxaram çünki it's var, bitişik yazılan it özündən sonra isim istəyir. B-ni çıxaram çünki it apostrof s, it is və yaxud it has deməkdir. Bu isə demişik ki, cümlənin əvvəlində gəlir adlı kal olduğu üçün, özündən sonra xəbər qəbul etdiyi üçün cümlənin əvvəlində işlənməlidir, sonunda yox. Ona görə cavabımız olur C variantı. İkinci suala baxıram. İkinci sualda nöqtələrdən sonra of görürük. Of deməli törəmələrdən sonra gələ bilməz. 5-i çıxırıq. Everydən sonra gələ bilməz. 3-ü çıxırıq. Və baxıram sonra xəbərə. Have var burada, cəm xəbər. İçin xəbəri tək olmalıdır deyə 1-i çıxırıq. Və cavabımız olur 2, 4 və 6. Yəni D variantı. Üçüncü suala baxıram. We like not only the music, but also words. Deməli, biz, yəni mən dərs keçdim uşaqlara başa salmışdım. Yəni demişdim ki, əgər cümlədə not only but also bağlayıcısı olanda diqqətli oluruq. Yəni burada söhbət bizdən getmir. We liked, biz bəyəndik deyir. Nəinki musiqinin özünü. Söhbət nədən getdi? Musiqidən. Musiqinin özünü deyirəm, musiqi cansız olduğu üçün itself götürürəm. But also its words. Həmçinin onun sözlərini bəyəndim. Ona görə C variantı olacaq. Yəni söhbət bizdən yox, musiqidən gedir. Dördüncü suala baxırıq. Testdə baxırıq. There were 5 actors on the stage. Səhnədə 5 aktyor var idi. 2 of them were capable. Onlardan ikisi bacarıqlı, istedadlı idi. But the others weren't. Ancaq digərləri yox. Deməli A variantı olacaq. Niyə B olmayacaq? Çünki burada rəqəm olanda biz ümumiyyətlə the others götürürük. B variantını ona görə götürürük ki, burada müəyyənlik var da. B-ni götürə bilmərik. C-ni götürə bilmirik çünki əgər desəydi 4-ü bacarıqlı, yerdə biri qalsaydı, onda C variantını götürərdik. D variantı ümumiyyətlə bir-birini bir-birinə deməkdir, uyğun gəlmir. Y-də ki, isimsiz işləmir. Yəni bu adreslərlə bağlı testləri əlavə olaraq izah eləmişəm dərindən. Videosu var, yəni oradan baxa bilərsiniz. 5-ci suala baxırıq. 5-ci sualda isə the cattle were in the forest when the wolves attacked them. Cattle altına xaç çəkilmiş sözləri biz əvəzliklə dəyişəcəyik, əvəz edəcəyik. The cattle toplu isimdir, mal-qara sürü deməkdir. Toplu isim olduğu üçün biz onu cəm əvəzliklə D ilə dəyişəcəyik. A və yaxud D ola bilər. It tək olduğu üçün dəyişə bilmərik. Them obyekt əvəzliyi olduğu üçün C-ni çıxıram. They-dən sonra isə isim gəlməlidir. Ona görə yeni çıxıram. Qaldıq A və D arasında. İkinci tərəfə baxıram, uşaqlar, bu mürəkkəb cümlədir. İkinci tərəfdə the wolves var və ikinci cümlənin başlanğıcı da mübtədasıdır. Biz yenə mübtəda qoymalıyıq ora. Ona görə D variantını götürürük. They, wolves cəm olduğu üçün they götürürük. 6-cı suala keçək. 6-cı sualda nöqtələrdən sonra isim görürük, people. Və törəmələrdən sonra isim gəlməz deyə biz 3 variantı çıxdıq. A, C və D variantını çıxırıq. B və Y arasında qaldıq. Deməli, nandan da sonra isim gəlməyəcək deyə yeni də çıxırıq. Cavabımız qalır B variantı. 7-ci suala baxıram. Deməli, bizə mübtəda lazımdır. Xəbər verilib want cəm xəbərdir. Tək olsaydı, olardı wants. Cəm xəbərdirsə, deməli, biz orada törəmə götürə bilmərik. A-nı və B-ni çıxıram. Every isimsiz işlənmir deyə çıxırıq. İç isə tək xəbər istəyir. Ona görə çıxıram. Cavab qalır Y variantı. 8-ci suala baxıram. Brian, please answer all the questions. Deməli, xitab var cümlədə, vergül. Olan isə, deməli, burada xitab var, müraciət forması. Əgər vergül olmasaydı, onda
biz ona müraciət etməyəcəkdik. Onda oğlan adı olduğu üçün himself deyəcəkdik. Amma burada müraciət edir deyə xitab olarkən biz ya yourself ya da yourselves götürə bilərik. Bir nəfərə müraciət olunduğu üçün yourself götürürük. Amma çox insana müraciət olunsaydı yourselves olacaqdı. 9-cu suala baxırıq. After some days I realized that there was no inkar əvəzliyindən sonra article gəlməz, another, the others və any gəlməz. Qaldıq B və D arasında. Baxıram nöqtələrdən sonra salvation isim var. İsim olduğu üçün others-ı çıxıram. Özündən sonra isim qəbul eləmir. Cavab qalır D variantı. 10-cu suala baxıram. 10-cu sualda nöqtələrdən sonra isim var. Deməli, nöqtələrdən sonra isim var və tək isimdir. Olu çıxırıq, bosu çıxırıq və samı çıxırıq. Bunlardan sonra cəm gəlməli idi. Sayılı biləndir. Eni cümlənin əvvəlində işlənməz deyə 4-ü çıxıram. Cavab qalır 5, 6 və 7. B variantı. Keçdik 11-ci suala. 11-ci suala baxıram. Altına xətt çəkilmiş sözləri, yenə isimləri yenə dəyişəcək əvəzliyindən Hacı Zeynalabdin Tağıyev mübtədamızdır. Deməli, kişi cinsinə aiddir və bir nəfərdən söhbət gedir deyə he-ni götürürük, she-ni çıxırıq. Qadın cinsidir, they-lər isə onlar deməkdir, cəmdir, belə deyək. Ona görə B-ni və C-ni çıxırıq. Qaldıq D və Y arasında. A lot of students cümlənin ortasında gəlir. Bizə burada obyekt əvəzliyi lazımdır. Cəm isim olduğu üçün them. Yeni götürürük. D variantı ola bilməz, çünki they cümlənin mübtədası olur, ortasında işlənə bilməz cümlənin. 12-ci suala baxıram. Yenə burada it əvəzliklərdir. It's yəlik əvəzliyidir. Arxasıca our gəlir. Our da yəlik əvəzliyidir. Yəni iki yəlik əvəzliyi dalbadal qoymuruq. It is our duty ola bilərdi. Ona görə biri çıxırıq. İkini, it's beautiful nature. Bu düzgündür. Onun gözəl təbiəti. Və üçüncü də yanlışdır. Çünki it is, iki dənə iz var. Bir burada, bir burada. İki xəbər olmur cümlədə. Üçü də çıxırıq. 4 düzgündür. It cümlənin axırında gəlib obyekt əvəzliyidir. Cavabımız olacaq 2 və 4. Yəni B variantı. 13-cü suala baxaq. 13-cü sualda yenə nöqtələrdən sonra of var. Törəmələrdən sonra of gəlməz deyə 4-ü 5-i çıxırıq. No-dan sonra of gəlməz 1-i çıxırıq. Və cavabımız olur 2, 3, 6. D variantı. 14-cü suala baxırıq. My teacher writes the numbers of home task. My teacher-dən söhbət gedir. Mənim müəllimim. Deməli, mənim müəllimim deyirsə, bu qadın cinsi də ola bilər, kişi cinsi də ola bilər. Biz burada bir herself ya da himself lazımdır. Himself olmadığı üçün herself-ı götürük B variantı. Myself olması üçün gərək mən olsun, mən yazılsın, I yazılsın. I write olmalıydı. Themselves olması üçün cəm isim olmalıydı. Ourselves da we olmalıydı. Itself da orta cins aiddir. 15-ci suala baxırıq. You don't have nöqtələrdən sonra cəm isim gəlib. Cəm isimdirsə əgər, biz ümumiyyətlə törəmələrdən sonra isim gəlməz deyə B-ni çıxırıq. Each, every-dən sonra sayılan tək gəlir deyə çıxırıq. Və iki variant arasında qalırıq A və Y. Baxırıq ki, cümlədə inkarlıq var, don't var. İnkardan sonra some gəlməz deyə A-nı çıxıram. Cavab qalır Y variantı. Keçdik növbəti suala, 16-cı suala baxıram. My aunt lives in Baku. Mənim xalam Bakıda yaşayır. Burada xaladan söhbət gedir. I love her very much. Mən onu çox sevirəm. Deməli, himlər təbii ki, çıxırıq kişi cinsidir. Me, məndən söhbət getmir deyə çıxırıq. Qalır iki variant arasında, B və Y arasında. And every year I go there for seeing her. She cümlənin axırında gəlməz deyə B variantı. Hələlik mən onu görmək üçün ora gedirəm. 17-ci suala baxıram. 17-ci sualda they were very poor and sometimes they were. Deməli, onlar da çox kasıb idilər və bəzən bir-birlərinin geyimlərini, paltarlarını geyinirdilər. Deməli, each other, one another əvəzliyidir. Qarşılıq əvəzlikləri bir-birini bir-birinə deməkdir. Bu əvəzliklər cəmlənmir, amma yəlikdə ola bilər. Yəlikdə, yəni apostrof s o zaman qəbul edirlər ki, özündən sonra isim gəlsin. Baxıram ki, nöqtələrdən də sonra isim var. Burada clauses, ona görə biz burada D variantını götürürük, yəliyi. Yəni, isim varsa, gəlik formasını verməlisiniz qarşılıq əvəzliklərinin.
Keçdik 18-ci suala. Deməli, nöqtələrdən sonra isim görürük. Bizə yəlik əvəzliyi lazımdır. Obyekt əvəzliyi əvvəldə gəlmir. Ay da əvvəldə gəlməz, özündən sonra xəbər gəlməlidir. My home wasn't far from. Nöqtələrdən sonra isim gəlib yenə my school olmalıdır. Me school ola bilməz. Və mürəkkəb cümlədir də. İkinci tərəfdə mübtədə xəbər lazımdır. And I lived in that time olacaq. Deməli, my isimsiz işlənmir. Ona görə bizim cavabımız olur B variantı. 19-cu suala baxırıq. Nöqtələrdən sonra feil var. Eyni cümlənin əvvəlində gəlməz. No isimsiz işlənməz. Anyone cümlənin əvvəlində mübtədə rolunda çıxış eləmir. Something nəsə qapını döydü deyə bilmərik. Kimsə qapını döydü deyə bilərik deyə Y variantı götürürük. 20-ci suala baxıram. Nöqtələrdən sonra cəm isim var. Cəm isimcə dəti, this çıxırıq. Bunlardan sonra tək isim gəlir. It obyekt əvəzliyidir və cümlənin əvvəlində gəlməz. Orta və yaxud sonunda gələ bilər. Özündən sonra isim gəlmir. It is isə bir cümlədə iki xəbəri olmur. Burada are var, bizdə xəbərimiz var. It is də qoya bilmərik. Hətta are olmasa yenə yanlış olar. Ona görə bizim doğru cavabımız B variantı olacaq. Bu qədər. Sağ olun.